İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulan güzəştlərin əhatə dairəsi genişləndirilir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bu ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstəriləcək. Həmin şəxslərin kommunal xidmətlər üzrə ödədiyi vəsaitin 20%-i dövlət tərəfindən qarşılanacaq. Başlıca məqsəd işğaldan azad olunmuş ərazilərimizin bərpa olunması və soydaşlarımızın məskunlaşmasının sürətləndirilməsidir. Digər tərəfdənsə investisiya cəlb olunması, yəni həmin ərazilərin iqtisadi potensialının daha da ölkə iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi üçün investisiya cəlb olunması. Bu qeyd etdiyimiz kimi həm sahibkarlara böyük dəstəkdir, sahibkarlara bu kimi dəstək verilməsi sahibkarlarda deyək ki, bir təşviq edici və maraq yaradır. İqtisadçı Eldəniz Əmrovun sözlərinə görə azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara kommunal xərclərdə dövlət dəstəyinin göstərilməsi həmin ərazilərdə iqtisadi reinteqrasiyanın sürətlənməsi üçün önəmli addımdır. Ölkə iqtisadiyyatının 1/5 hissəsini ərazi baxımından əhatə edən bu hissə birmənalı şəkildə ölkə iqtisadiyyatına öz qatısını qatacaqdır. Çünki buranın həm relyefi, həm hidropotensialı, həm faydalı qazıntı yataqları, yenidən qurma bərpa işləri, məşğulluq sektoruna töhfəsi, yəni iqtisadiyyatın ondan artıq bir çox istiqamətinə bu ərazilərin düşünürəm ki, böyük ölçüdə müsbət təsiri olacaqdır. Və bu gün də oradan yenidən qurma və bərpa işlərinin həyata keçirilməsi ilə əlaqədar bu prosesdə iştirakçı olan Azərbaycan Respublikasının vətəndaşları bir növ öz məşğulluğunu həm də o ərazilərdə təmin etmiş olurlar. Qeyd edək ki, azad olunan rayonlarda yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər üzrə maliyyə yardımı İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2023-cü ilin yanvarın 1-dən hesablanılmaqla ödəniləcək.